ədalət sifəti, yəni əməli ağıl qüvvəsinin nəzəri ağıl qüvvəsinə tabe olaraq onun sözünə qulaq asması, yəni gördüyümüz bütün işlərin ağlın nəzarəti altında saxlamasına deyilir. Və burada da bir dənə şərti var. O da bundan ibarətdir ki, bu məsələdə də insan heç bir dünyəvi məqsəd güdməməlidir. Yəni ədaləti sırf əbədi səadətə çatmaq üçün Allahın razılığını qazanmaqdan ötrü ələ gətirməlidir, cəmaətin arasında icra etməlidir. Məsələn, ola bilər ki, elə insan var, özünü ədalətli aparır, ona görə ki, başqaları onu ədalətli kimi tanısınlar. Desinlər ki, bəh-bəh, bu nə qəşəng ədalətli insandır. Və yaxud da ki, elə adam var, özünü ədalətli aparır, ona görə ki, hər hansısa bir dənə dünyavi məqama çatsın, yəni bir vəzifəyə gəlməkdən ötürü özünü ədalətli göstərir ki, bunu yuxarı gətirsinlər, yuxarı vəzifəyə gətirib çatdırsınlar ki, bu da hər hansısa bir dünyəvi məqama gəlib çatsın.